Rusiya prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinin yekun kollegiya iclasındakı çıxışı dünya gündəmində rezonans doğurub. Kreml sahibi Oreşnik raket kompleksinin ilin sonuna dək döyüş növbətçiliyinə başlayacağını açıqlayıb. Həmçinin Burevestnik raketinin və Poseidon nüvə enerjili sualtı pilotsuz aparatının uğurlu sınaqlarını da xatırladıb. Bu silahların uzun müddət özünəməxsusluğunu qoruyaraq Rusiyanın təhlükəsizliyini yaxın 10 illiklər ərzində təmin edəcəyini diqqətə çatdırıb. Rusiya liderinin bəyanatına reaksiyalar özünü çox gözlətməyib. Ukrayna prezidenti Volodymyr Zelenski bildirib ki, Kreml artıq müharibənin yeni mərhələsinə hazırlaşır. Zelenskinin fikrincə, Kreml sahibinin açıqlamaları Rusiyanın 2026-cı ildə geniş miqyaslı hərbi əməliyyatlar aparacağının göstəricisidir. Bugün Moskvadan gələn ili müharibə ilikimə hazırladıqlarına dair daha bir siqnal eşitdik. Bu siqnallar yalnız bizim üçün deyil, tərəfdaşlarımızın bunu görməsi vacibdir. Onların bunu yalnız görməsi deyil, həm də cavab verməsi önəmlidir. Xüsusən də tez-tez Rusiyanın müharibəni bitirmək istədiyini deyən Birləşmiş Ştatlardakı tərəfdaşlarımız, lakin Rusiyadan tamamilə fərqli ritorika, fərqli siqnallar gəlir və bunlar ordudan gələn rəsmi əmrlərdir. Kreml sahibinin fikirlərinə beynəlxalq mediadan da reaksiyalar verilib. Hill nəşri Rusiyanın Ukraynanın nəzarətində olan ərazilərə hərbi hücumunun genişləndirilməsi planlarını açıqladığını yazıb. Putin çıxışında xüsusi hərbi əməliyyatın məqsədlərinə şübhəsiz ki, nail olunacağını qeyd edib. Sky News Avropanın kritik müdafiə qərarı ilə qarşı-qarşıya qaldığını və ittifaqın bugün pul, sabah qan xəbərdarlığı aldığını yazıb. Böyük Britaniyanın Express nəşri Putinin Ukraynaya 9 cümləli ultimatum göndərərək sülh ümidlərinin getdikcə daha da azaldığına diqqət çəkib. Analitiklərin fikrincə, Kreml sahibinin çıxışı əslində həm Qərbə, həm də Kiyevə kiçik bir mesajdır. Rusiya hələ də düşünür ki, Qərb ölkələri Ukraynanın sülhə yönəlməsindəki ən böyük əngəldir. Çünki hələ bu təşəbbüs Trump tərəfindən ilk dəfə ortaya atılanda, onlar özlərinin də bu prosesdə iştirak etməli olduqlarını dilə gətirdilər. Putin isə bu çıxışı ilə Avropa liderlərinə bir növ siqnal verdi ki, sülh təşəbbüsünə mane olmayın, yoxsa nəticələri ağır olar. Bu arada Rusiya Baltikyanı ölkələrlə sərhədlərdə aktivliyini artırmaqdadır. Bloombergin məlumatına görə 3 Rus sərhədçisi Estoniya sərhədini keçib və təxminən 20 dəqiqə orada qalıb. Kameralar vasitəsilə qeydə alınan hadisənin təfərrüatları hələlik məlum olmasa da, bunun kəşfiyyat məqsədi ilə edildiyini düşünənlər də var. Biz bilmirik, bu təsadüf də ola bilər. Hələlik dəqiq bir şey demək mümkün deyil, lakin bir müddətdir deyilir ki, Rusiya Estoniyaya hücum edə bilər. Bilmək olmaz, bəlkə də onlar ərazi şərtləri ilə tanış olurlar. Yenə də ehtiyatlı olmaqda fayda var. Bu arada Polşa soyuq müharibə dövründən sonra ilk dəfə piyada əleyhinə minaların istehsalını bərpa etməyi planlaşdırır. Ölkənin Müdafiə Nazirinin müavini bildirib ki, minaların şərq sərhədi boyunca yerləşdirilməsi, eləcə də mümkün ixrac istiqamətləri arasında Ukraynanın yer alması nəzərdən keçirilir. Piyada əleyhinə minalar Polşanın Belarusla və Rusiyanın Kaliningrad vilayəti ilə sərhədlərinin möhkəmləndirilməsini nəzərdə tutan Şərq Qalxanı adlı müdafiə proqramının tərkib hissəsi olacaq.